Yeni vloguma bu gözəl mənzərəli balkonumdan başlayıram. Bu evdən köçəndə əminəm ki, bu mənzərə üçün çox darıxacağam. Səhər Nilayı məktəbə yola salandan sonra günümə daha da sürətli başlayıram. Buradan təşəkkürümü bildirirəm kanalıma abunə olanlara, mənə dəstək olanlara. 1000 olmağımıza az qalıb səbirsizliklə gözləyirəm. Kanalıma abunə olmağı unutmayın. Burada makiyajımı səssiz edirəm, sakitcə edirəm ki, Rahim oyanmasın. Çünki oyananda ağlayır, nəsə bir şey istəyir. Mən də uşaqla məşğul oluram, bir də baxıram vaxt keçir, işə də gecikirəm. Səhərlər bağçaya mən apardığıma görə makiyajımı eləyirəm. Ən sonda Rahimi yuxudan oyadıram, əynini geyindirirəm, evdən çıxırıq. Deməli, mən əvvəllər makiyajı çox, yəni az tonalni vururdum. Bəzəklərimi çox belə, o qədər az istifadə edirdim ki, yəni elə bil ki, makiyaj eləməmişəm, elə görsənirdi. Sonra baxırdım, hamının makiyajı hiss olunur, qəşəng görsənir, amma mənim makiyajım heç hiss olunmur. Artıq bu səhvlərimi düzəltmişəm, çizgilərimi önə çıxartmağa başlamışam. Siz neçə yaşda makiyaj eləməyə başlamısınız? Bu mənə maraqlıdır. Rəy bölməsində fikirlərinizi yazarsınız. Mən makiyaj etməyi 1-ci kursda başlamışam. Demək olar ki, 1-ci kursun sonlarında başlamışam. Əvvəllər layner çəkmək daha çox dəbdə idi. Düzdür, son illərdə yenə dəbdədir. O vaxt makiyaj etməsək də layner mütləq çəkilməli idi. Hamı kimi mən də layner çəkməyi öyrənmişdim. Hər gün o qədər layner çəkirdim ki, professional olmuşdu. Tez, qəşəng, səliqəli layner çəkirdim. İndi elə düşünürəm ki, elə çəkə bilmərəm əvvəlki kimi. Onda əlim öyrəşmişdi. Makiyaj eləməyə başlayanda mamam görmüşdü, hirslənmişdi ki, bu nədir? Makiyaj eləyirsən olmaz, nə bilim nə. Mən çox danlamışdı. Bibim də demişdi ki, burada nə var axı? Yəni balaca məktəbli deyil, universitetdə oxuyur, tələbədə qoy makiyaj eləsin. Hamı indi eləyir. Həm də ki, abartılı bir makiyaj da değildi. Yəni vulqar görsənmir də makiyajı. Qoy etsin. Ondan sonra mamam yavaş-yavaş gözü alışdı. Mən də yavaş-yavaş makiyaj eləməyə başladım. Düzdür, bunu hamı ətrafımda bilir ki, mən sadəliyi çox sevirəm. Xasiyyətcə həm də ki, makiyaj olsun, geyim olsun, insan özünü aparmağı da sadəlikdən yanayam. Düşünürəm ki, sadə bir makiyajla, geyiminlə, getdiyin yerə uyğun olaraq baxımlı, gözəl görsənmək olar. Düzdür, elə adam var hər gün makiyaj edir, amma çox səliqəsiz, tökülüb itir, bax elə görsənir. Elə də adam var ki, heç makiyaj eləmir, çox səliqəli, geyimi səliqəli, yaxınlaşanda gözəl qoxu gəlir. Yəni belə adamlar da var. Məncə hər şey özünü sevməklə başlayır. Özünü sevən insan özünə səliqəli baxır, qulluq edir, gözəl makiyaj edir, gözəl qoxu gəlir, özünü düşünür. Bu çox vacibdir. Özünüzü sevin, əsas odur. Sizə nə xoş təsir edirsə onu da edin. Mənim bəzi kosmetikalarım bitir, bacımı gözləyirəm. Bacımla gedib ucuz qiymətə, yəni münasib qiymətə olan keyfiyyətli kosmetikalar alacağıq. Bunun üçün ayrı bir vlog çəkəcəm. Mənə maraqlıdır. Rəy bölməsində fikirlərinizi yazın. Mənim kanalımda hansı vloqları görmək istəyirsiniz, nələr çəkim sizin üçün, bunu rəy bölməsində yazın. Mən də oxuyacağam. Gedirir Rahim. Da valla. Mən deyirəm, yəni ki, mən gör nə deyirəm. Sənət. Mən onu, yox, sənət elə onlarla sənət danışmaq çox var. Sənət nədir? Sənət. Oxuyurlar. Sənətdən danışmaq olmaz hələ. Dəqiqəsinə çatır sənə ki, duet hazırlayırıq. Onu da bilə bilərəm ki, hansının səsi uyğun gəlir. Okanlaş bakalım. Hansıyla duet? Üçü de teklif edip biriyle okumalısın. Hansıyla okuyarsan? Bilirsin lan. Evdəyəm artıq, çimdim, çay içdim, indi yemək hazırlayacağım, sonra da evləri təmizləyəcəm. Baş-baş başlayayım işlərimi görüm.
Evi yığışdırıram. Nilay, bunu apar penalva qoyuram. Bu nədir? Bunu atırıq. Bunu da atıram. Allah, Rahim buranın nə günə qoyub? Nilay, pozan qaldı. Pozan. Buranı da dağıdı ver Rahim. Həmişəki kimi bizim ev tez-tez tozlanır. Evin tozunu silməsəm allergiyam olur. Toz görən kimi boğulmaq tutur məni. Qəribə bir şeylərə fikir vermişəm. Bilmirəm hamının evində belə şeylər olur, yoxsa təkcə bizdədir. Bizdə qablar ümumiyyətlə qalmır. Qablarımız ya çatlayır, ya harası qopur, necəsə olur, sınır və bu həmişə belə olur. Hər dəfə bir çaşqa alaram, onu bir dəfə uzun müddət istifadə edə bilmirəm, çünki qırılır. Və yaxud da ki, özündən hansısa bir qabı istifadə edəndə baxıram ki, çatlayıb, çat yaranır. O vaxt mama mənə boş qablar vermişdi, evdə gündəliyə işlətməyə, özünün qablarını vermişdi. Böyük boş qablar idi, dərin boş qab deyirlər, onlardan idi. Altısı da eyni yerdən çartlayıbdı. Sonra kasa vermişdi, kasanın biri o gün görürəm çartlayıbdı. Öz içindən elə qəribə çartlayıb. Keçən dəfə təmizlik eləyəndə təmiz farfor çaşqam var idi, o hədiyyə olunmuşdu mənə işdə. 10 ilə yaxın olar məndədir, istifadə eləməmişdim. Dedim ki, istifadə eləyim, niyə saxlayıram, özüm elə çay içərəm. Bir həftə istifadə elədim, özdə qoruyurdum, yəni qoruya-qoruya istifadə eləyirdim. O gün baxıram ki, içində qəribə çat ləkələri var. Onu gördüm, qanım qaraldı ki, niyə məndə qablar belə olur? Təzə başlamışdım bunu da istifadə eləməyə, bu da belə oldu. Mən də apardım, qoydum yerinə. Çatlar necə yaranır? Harasa vuranda, yuyanda əlindən düşər üstünə, ya nəsə olanda çat yaranar da. Bunların heç biri olmadığı halda qabı istifadə eləyəndə baxıram ki, çat düşübdü, ya qırılıbdı, ya bir tərəfi qırılıbdı, qopub düşüb. Bunlar niyə baş verir, hələ də bilmirəm. Bir sözlə evə qab almağa qorxuram, gündəlik işlətməyə olsun belə. Yenə də qorxuram ki, qırılacaq, ya nəsə olacaq. Kimin başına belə bir işlər gəlir? Dediyim kimi, bütün qablarımın başına nəsə bir iş gəlib, ya 5 dənə qalıb, ya çatlayıb, arası qopub. Kimin evində bu hadisələr olursa, mənə rəydə yazın, məsləhət verin. Ev təmizləndi, hazır. Şarlar da qalıb Rahimin ad günündən. Da baxır multikidə. Rahim. Rahim. Gollywood'a oxşuyur. Hollywood. Deyə ora bax da Hollywood. Ha. Gollywood. Yaşa. Nəsə? Gollywood. Los Angeles. Amerika. Bir neçə gün idi ki, bacım bizdə idi. Rahimin ad gününə gəldi. Ondan sonra elə bizdə idi. Uşaqlar götürdük, çıxdıq gəzməyə biraz. Həmişəki kimi burada maşın sürməyə gəlirik. Bacımın oğlu həmişə yoldan çıxardır ki, xala gedək, maşın sürək. Həmişə belə otururuq, ikimiz yarışırıq. Rəşada söz vermişəm ki, daha maraqlı, əyləncəli yerə onu aparacağam. Orada çoxlu əylənərik. Bunu ayrıca bir vlogda qeyd eləyəcəm. Hər dəfə bacımla deyirik ki, ikimiz ayrıca gedək, gəzək. Uşaqlarsız, kofe içək, belə bir istirahət edək. O da mümkün deyil, ürəyimiz dözmür. Deyirik, yox, uşaqlar da aparaq, uşaqlar da gəlsin, darıxmasınlar, neynəməsinlər, belə ana ürəyi düşünürük onları da. Bacımla gəzmək də oradan da mənim üçün maraqlıdır. Mağazalara baxırıq, geyimlər alırıq, bir-birimizə məsləhət veririk, nəsə oturub yeyirik, içirik, söhbət eləyirik, yaxşı təsir eləyir mənə. Bacım bizə gələndə söz vermişdi ki, sizə xəngəl eləyəcəm, şaurma eləyəcəm, rulet eləyəcəm, tort eləyəcəm. Mamamın bişirdiyi tortu demişdik, bir yerdə olanda edərik, ikimiz də yeyərik. Onu da etdik, düzdür çəkməmişəm onu. Ancaq şaurma elədi, xəngəl elədi, yedik, içdik. Ən çox da bu ruleti çox bəyəndim, unsuz idi, çox ləzzətli idi. Bir gün onu ayrıca hazırlayacağam, vlog çəkəcəm. Doğrudan da yay gəlir, yayda bu ruletin tortdan da çox, yəni bunu edib yeyə bilərsiniz.
super idi, ləzzətli idi. Bacım bizdə olandan xəmir yeməklərini çox yeyirdik. Bacımın sayəsində bacıma dedim ki, mənim çəkimi 70 kiloya çatdırandan sonra dincələcəksən. Ən sonda o evə gedəndə mən işdəydim. İşdən gəldim evə ki, belə bir gözəl şəkər çörəyi deyirlər buna. Bişirib, hazır qoyub gedib. Bir anlıq da oradan xoşuma gəldi. Mama kimi etmişdi. Mənim vloqum burada yekunlaşır. Növbəti vloqda görüşərik.